Salam əziz yoldaşlar, hər birinizi xoş gördük. Biz sizinlə 27 aprel Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş 9-cu siniflərə keçirilmiş buraxılış imtahanının sualların izahlarına baxacağıq. Biz əvvəlki videoda dil qaydalarından bağlı sualların izahını vermişik. İndi Eyvaz mətninin sualların izahına baxırıq. İzahdan öncə sizdən bir xahişim var. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın, zəhmət olmasa. Deməli, birinci sualda deyir ki, mətndə tərkib hissələri ilə bağlı doğru fikir müəyyən edin. Giriş hissədə əsas obrazın xarakteri ilə bağlı qənaətə gəlmək mümkündür. Elə bu doğrudur. Çünki giriş hissədə belə deyir ki, Sultan Mahmud Eyvaz adlı dərrakəli, dürüst, dərrakəli və dürüst idi və onun xarakteri barədə məlumat əldə etmək olur. Cavab olur A variantı. Sonluqda mətndən çıxan nəticəni ifadə edən deyim verilib. Sonluqda bu hissədə, yəni nəticə hissəsində heç bir deyim yoxdur. B variantı yanlışdır. Tərkib hissənin ardıcıllığı pozulub, bu da yanlışdır. Pozulmayıb. Sultanın Eyvaza münasibəti yalnız əsas və nəticə hissəsində özünü göstərir. Yanlışdır. Giriş hissədə də var. Deyir ki, onun xətrini çox istəyər, bütün sərkələrdən daha artıq haqq ödəyərdi. Bu da var. Sultan Mahmudun ədalətsizliyi olduğu nəticə hissədən bilinir. Xeyr, nəticə hissədə onun ədalətli olduğu bilinir. Mətndə tünd qara hərflərlə verilmiş fikirləri hansı deyimlə qüvvətləndirmək olar? Tünd qara hərflərlə verilmiş fikir budur. İndi Eyvaza niyə 30 nəfərin əmək haqqında bərabər ödəniş verdiyimi anladınızmı? Görürsünüz, bu belə onun bacarığı qarşılığında azdır. Deməli, hər kəs gücünə görə yük daşıyar. Yanlışdır. Hər kəsə öz adəti xoş gələr. Xeyr. Sonra hər kəs öz əməlinin meyvəsini yer. Bəli, cavab olur C variantı. Hər şeyin dəvəsi dostun köhnəsi. Xeyr. Təzəsi dostun köhnəsi. Xeyr. Hər əsrin bir Koroğlusu var. Bunun da aidiyyəti yoxdur. Mətnə görə Eyvazın başqa sərkələrdən fərqləndirən xüsusiyyət nə idi? Sadəliyi. Xeyr. Hazır cavablığı. Xeyr. Qorxmazlığı. Xeyr. İtaatkarlığı. Bu xeyr. Bir də fərasətli olması idi. Cavab olur E variantı. Mətnin əsas fikri uyğundur. İş bilənə tapşırarlar. Bu uyğundur. Ziyanın yarısına qayıtmaq faydalıdır. Bunun bir aidiyyəti yoxdur. Çörəyə ver çörəkçiyə, birini də üstəlik. Bəli, bu da uyğundur. Böyük işləri vəd vermədən gör. Bu da xeyr. Cavab olur D variantı. 41. Üzərində rəqəm yazılmış ifadələrlə bağlı doğru fikirləri müəyyən edin. Deməli, birinci hansıdır? Hünər sözü. Eyvazın hansı hünəri var ki, mərifət sözlə əvəz edilsə kontekstə daha uyğun olar? Xeyr. Bu mərifətlə əlaqəsi yoxdur. İkinci sözə baxırıq. İkinci sözümüz budur ki, Eyvaz hörmətlə təzim edərək. Hörmətlə sözü ehtiramla məcazi mənada qarşılıqlıdır. Yanlışdır. Ehtiramla sözü də həqiqidir. Məcazi deyil. Ona görə 2 də çıxır. Deməli, bütün lazım olan məlumatları öyrəndim. Peşə öyrənmə ifadəsində mətndəki mənasında işlənmişdir. Xeyr, bu öyrənməklə bu öyrənmək eyni deyil. Ona görə 3 də çıxır. Cavab 4-5 qalır. D variantı. Heyrətlənmə mənasındadır. Bəli, burada deyir, ağzı asıla qalmaq heyrətlənməkdir. Padşah tərəf sərkərdələrin doğru üzünü çevirmək, üz döndərmə frazoloji birləşmədə əvəz edilməz. Bəli, üz döndərmə ayrı mənada, üzünü kiməsə çevirmək isə ayrı mənada. Cavab olur D variantı. 42. Mətnə əsasən cədvəldəki doğru fikirləri müəyyən edin. Mətndəki problem Eyvazın davranışı deyil. Sərkərdələrin narazılığı idi problem. Biri 2-dir. Sonra 1 ilə olan cavabları çıxırıq. Elə 2-ni götürəndə cavabı qalır. Yenə də baxaq. Sultanın problemin həllini tapmasına səbəb olur. Sultanın Eyvazın zəhmətini qiymətləndirməsi xeyr. Bu həlli deyil. Sultanın sərkərdələrinə tapşırıq verməsi bəli. Eyvazın bacarığı bəli. Cavab olur E variantı. Fikirlərdən biri mətnin giriş hissəsinə aid plan bəndi ola bilməz. Sultan Mahmudun sevimli sərkərdəsi ola bilər. Eyvazın gözəl keyfiyyətlə malik olması bu da var. Eyvazın başqalarından fərqli xüsusiyyətləri, bunu biz əsas hissədə görürük. Cavab olur C variantı. Niyə fərqli olduğunu biz əsas hissədə görürük. Daha diqqətlidir. Eyvazın başqa sərkərdələrdən üstün tutması bu da var idi giriş hissədə. Daha çox əmək haqqı verildi. Eyvaza cirilərdən daha artıq haqqı ödənilməsi bu da var. 44. Mətndə nöqtələrin yerinə hansı ifadə atılırsa, məzmuna və Eyvazın xarakterinə uyğun olar. Aha. Deməli deyir ki, Sultanım, siz digər sərkərdələrə tapşırıq verər-verməz, ona görə də gedib bütün lazım olan məlumatları öyrəndim. Aha. Baxırıq. Başqa sərkərdələrinizin işi yaramayacağını anladım. Xeyr. Nə ilə maraqlanacağını təxmin etdim. Bəli, cavab olur B variantı. Marağını öz başlı elədim. Xeyr. Sizin tapşırığınızı xatırladım. Xeyr. Sərkərdələrin sizə şikayətləndiyini xatırladım. Xeyr. 45. Sultan Mahmud obrazına aid xarakteri xüsusiyyət
2 xarakteri xüsusiyyət. Sultan Mahmud belə deyə də diqqətli olanlara hörmət eləməyi bacarırdı. Sonra ədalətli insan idi. Sonra doğrucul insan idi və s. kimi xarakteri xüsusiyyətlər yazmaq olar. Mətnə əsasən cədvəlin boş xanalarına uyğun fikirləri doldurun. Cədvəl yəqin ki, cavab kartındadır. Bunu da cavablandıra bilməyəcək. Deməli, bu qədər. Digər mətndə izahı paylaşılacaq. Sağ olun.